Hər vaxtınız xeyir olsun, hörmətli CBC Sport tamaşaçıları. Azərsun Arenadayıq. Misli Premier Liqası 35-ci turun son qarşılaşması. Qarabağ Kəpəz matçı, artıq turun 4 görüşü başa çatdı. Bir qədər bundan əvvəl Neftçi Səbail maçının ilk vuruldu. Neftçinin 3-0 hesablı qələbəsi qeydə alındı. Ondan əvvəl Zirə Sabah 1-1, Sumqayıt Turantovu 0-1, Şamaxı Araz Naxçıvan 0-1 və turun son maçı Qarabağ Kəpəz görüşü və onu da qeyd edib ki, Topu meydanın mərkəzindən oyuna ev sahibi Qarabağ futbolçuları daxil etdilər. Startı səslənir və beləliklə görüş başladı. Ötmə məncə bir qədər gec edildi. Hər halda bayraq hələ ki qalxmayıb. Zərbə də indirildi. Hakimə baxıram, köməkçi hakim qaldırmır bayrağını, ofsayt qeydə alınmır. Zərbəni indirən 10 nömrəli oyunçu Kəpəzin Kərim Lukoça idi. Aydın ötürmə gəldi, qapı qarşısında başla zərbə. Top qapıdan aralı keçir və Kaşşuk da ayağını uzatdı amma çata bilmədi. Çox təhlükəli vəziyyət idi. Qarabağ erkən qol vurmağa yaxın idi. Musa ilə oynadı. Musa Qurbanlı cərmə meydançasındadır. Ondan ötürmə qapı qarşısına. Nərmana indirdi, qapıya zərbə var amma Dayın zərbəsindən sonra top qapının üstündən keçir. Çərçiyə düşə bilmədi Emanuel Adday. Oyunu formunu nəzərə alaraq uzaqdan zərbə indirildi və... Deyərdim ki, epizoda görə ən ideal qərar idi. Deyəm ki, bu artıq Medina üçün bəlkə bir həyəcan təbil olmalıdır ki, daha diqqətli olmalıdır irəli çıxarkən. Geri qayıtmalar mənasında. Bir qədər fərqli formalarda da təqdim olunur. Daha bir epizod. Şahruddin deyinirsən sən. Deyinirsən sən bu dəfə həqiqətən də yaxşı mənada, amma epizod davam edir və Medina uzaqlaşdırır topu. Baxırıq, bax burada. Geriyə ötürmə zamanı səhvə yol verilir və Şahruddin komanda yoldaşının səhvini sığortalayır. Çox gözəl çıxartdı topu. Və indi Kaşşuk irəliləyir. Aleksey Kaşşukdan qapının ötürmə. Məhməd Hüseynov topu götürür. Ötürmə də çox da yaxşı deyildi, alınmamışdı. Qapıçıya yaxın ötürmə gəldi burada. Qapıya zərbə indirilir və çox gözəl bir qol vuruldu. Amma offsayt qərarı da verilir. Epizod bitdikdən sonra bayraq qalxdı. Bax bu epizod bir qədər Medina'nın gözləyir istənilən halda təbii ki de. Zərbəni bir daha izləyirik və bəzən Topunda çox qaldı, itirdi və indi Qarabağın əks hücumuna baxın. Görün neçə nəfərlə çıxıb Qarabağ, amma bəlkə də tələsdilər burada ötürməni verməkdə. Daha bir ötürmə edilir və top qapı tirinə dəydi. Avtogol ola bilərdi amma bax bu toxunuş komandanı qoldan xilas etdi. 29-cu dəqiqə gedir görüşdə, həqiqətən maraqlı bir mübarizə izləyirik. Baxırıq bir daha burada Ümid Səmədov topa müdaxilə edir. Qəriman. Oyun davam edir. Uzaqdan zərbə və mükəmməl bir qol. 31-ci dəqiqə Qarabağ hesabı açır. Əla bir qol idi. Və mən deyərdim ki, bax bu yerdə Rəvan əgər qayda pozusu vardısa belə Rəvan Həmzəzadəyə bir əhsən düşür ki, epizodu saxlamadı. Olduqca baxımlı bir qol izlədik. Və çempionatımızın bombardiri Leandro 15-ci qolunu vurdu. Azər Bağırovun məhsulluğunu görürük. Bu da özlərinə məxsus qol sevinci hər zaman olduğu kimi Leandro Andrada və Kevin Medina'dan dəfələrlə görmüşük. Hətta vacib oyunlarda, derbidə də hətta xatırlayıram olmuşdu bir dəfə. Bir daha baxırıq epizodun təkrarına bax burada.
Hətta bir qədər iddia etmirəm ki, qayda pozunuz var, amma vardısa belə saxlamamaq çox yaxşı oldu. Nə mənada? Çünki epizod davam etdi və yekunda da belə bir baxımlı gol izlədik. Leandro Andrade'nin uzaqdan endirdiyi qüvvətli zərbə qol nəticələnir. Qarabağ hesabda önə keçir. 15-ci gol. Bombardier, çempionatın bombardiri. Hesab açdıqdan sonra yenə də dayanmaq bilmir və növbəti qolun axtarışında da ötürmə edildi və burada avtogol ola bilər növbəti dəfə. Tərs toxunuşdan sonra topu qapı istiqamətində getdi. Qarabağın 15 nömrəsi mövsümdə 15-ci qolunu vurdu. İkinciden zərbə yerinə yetirilir. Qapçı topu götürür və Leandro Andrade'nin Qarabağda birlikdə çempionatda vurduğu gol sayı 36'ya çatdı. İndi Qarabağ növbət dəfə topu qazanır. Ağdayının zərbəsi Məmməd Hüseynov. Dəf edir həmin zərbəni. Tam sərbəstlik verdi Lavrova Zubirə. Qarabağ klubunda indi burada ötürmə yaxşı alındı. Nəriman sol cinahla oynadı. Emanuel Addayi'dən qapı önünü ötürmə və Qarabağ ikinci qola çox yaxın idi. Musa Qurbanlıydı, ayağını uzatdı amma topu qapıdan keçirə bilmədi. Kaşyuk rəqibi önündədir. Kaşyukun zərbəsi Məmməd Hüseynov. Təkrar zərbə olacaqmı? Ötürmə, daha bir zərbə və yenə də Məmməd Hüseynov. Möhtəşəm seyv alındı Məmməd Hüseynovdan. Və az əvvəlki hücumun zərbənin təkrarına bir də bax. İlk zərbə zamanı Məmməd Hüseynov yaxşı oynadı. Davamında top Nərmana qaytarıldı. Nərman yaxın məsafədən zərbə vurdu və bu epizodda da Məmməd Hüseynov möhtəşəm. Top oyuna daxil edilir, ötürmə edildi, zərbə də endirildi və çox maraqlı qol izləyə bilərdik. Musa Qurbanlı idi zərbəni endirən. Birinci hissənin başa çatdığını bildirən səsləndirir Rəvan Həmzəzadə. Çox maraqlı bir mübarizəyə səhnə olan, maraqlı mübarizə şəraitində keçən birinci hissədə Qarabağ 1-0 üstün yollanır fasiləyə. Başladı. İkinci hissə Qarabağ Kəpəz maçında. Qarabağın heyəti Şahürdi Məhəmməd Əliyev, Abbas Hüseynov. Nə edəcək? Tək başını irəliyir. Adday yaxşı keçdi, ötürməni də edir, amma qapı istiqamətində dəqiq zərbə alınmadı. Baxan epizodun təkrarına. Qarabağın növbəti hücumunu biz görürük. Musa Qurbanlı. Musa zərbə vurur və müdafiəçilər İlkin Qırtımov topun qapı istiqamətində getməyinə imkan vermir. Zubirdən ötürmə Leandro Andrade. Andrade zərbəsi top qapının üstündən keçir. Məsafə əslində bu dəfə daha yaxın idi, xeyli yaxın idi. Yaxın olsa da qapıya düşə bilmədi burada Leandro Andrade. Əks hücum şansı var Qarabağ üçün. Leandro Andrade ötürmə. Leandro Andrade sürətlər əliyir cinahla. Andrade qapı qarşısı göndərilən top və müdaxilə zərbə və qapçı. Yenə də Məmməd Hüseynov. Kadi, əli ötürmə alındı Kadi'dən, amma çox vacib bir müdaxilə idi burada. Ravseyli oynadı. Kaşyuk'dan ötürmə, Kadi zərbə olmadı. Qapçının da müdaxiləsi var. Benziya ikinciden zərbəni yerinə yetirir, zərbə indirildi və burada ikinci, yox, oyundan kənar vəziyyət. Bəli, gol qeydə aldı. İkinci gol vurulsa da gol sayılmır. Köməkçi hakimə dərhal baxdım, bayrağını qaldırıb. Cəmil Quliyevdir bu. Ya bəlkə qayda pozuntusu. Baxırıq bir daha. Ha yox, elə offside. Amma bir qədər şübhəli daxil. Yox. Çünki qarşı tərəfdə Qarabağın futbolçusu, Kəpəzin oyuncusu var idi. Var idi. Bəli. Qayda pozuntusu da yoxdursa, təbii ki, artıq gol sayılır. Hakim mərkəzi göstərir, bu deməkdir ki, hesab 2-0'da artıq. Bəli. Aleksey Kaşyuk bu görüşdə Qarabağın ikinci golunu vurur.
Benzia. Yeniden Hikmət. Özü zərbə vurur. Hikmət fərqləməyə yaxın idi. Gənc futbolçu Hikmət Cəbrayılzadə 3-cü qolu vurmağa yaxın idi. Kadi. Nələr edir Kadi. Kadidən ideal ötürmə edildi. 3-cü qolu vurmaq olar. Zərbə indirilir və 3-0. Musa Qurbanlı Qarabağın bu görüşdə 3-cü qolunu vurur. Qarşılaşmanın 82-ci dəqiqəsində hesab 3-0 olur. Kadinin ötürməsindən sonra Musa Qurbanlı fərqlənir. O da ötən tur qol vurmuşdu. Bəli. Və bununla da Musa'nın mövsümdə vurduğu qolların sayı çatdı 6-ya. Sumqayıtlı görüşü dubl etmişdi. Şamaxıda tərəfə salınmış görüş. Turan Tovuz, Araz Naxçıvan və indi də Kəpəzlə maçda fərqlənir. Musa Qurbanlı. Ayaq qoydu Benzia. Musa Qurbanlı. Musa ondan ötürmə. Hikmət və qapçı. Məmməd Hüseynov növbəti qolun qarşısına alır. Hikmət Cəbrayılzadənin fərqlənməsi imkan vermədi. Məmməd Hüseynov qola imkan vermir. Baxırıq bir daha təcrübə. Təbii ki, təcrübə məsələsi də burada var. Burada qapçı irəli çıxmışdı artıq və burada. Və bu da final fiti. Beləliklə Qarabağ Kəpəzlə 35-ci tur maçını 3-0 hesablı qələbə ilə başa vurur. Son ev maçını, mövsümdəki son ev maçında Qarabağın 3-0 hesablı qələbəsi qeydə alınır. Və çempionluq kuboku kapitana Sədavi Hüseynova verildi. Və kubok havada. Qarabağın bu mövsüm çempionluğunu simbolize eden kubok havada. Qarabağ 12. defa Azərbaycan çempionu və çempionluq kubok havada ateşfəşanlıqla başladı. Çempionluq 12. çempionluq ateşfəşanlıqla qeyd olunur. Qarabağ 12. defa Azərbaycanın ən güclüsüdür. Və azarkeşlər, onların da öz ateşfəşanlığı var. Tribunada Qarabağ azarkeşləri də. Çempionluq münasibətilə Qarabağı bir daha təbrik edirik. Və Çempionlar Liqasında Qarabağa uğurlar arzulayırıq. Qarabağ və eyni zamanda digər komandalarımız